Salam aleykum, hər kəs salamlayırıq. Bugün Emin qardaşın həyətindəyik. Şadlıqlara gələk bu qapıya inşallah. Emin qardaşın quşlarına baxacağıq, sizlərə də quşlar göstərəcəyik inşallah bacardığımız qədər. Dostlar, arkadaşlar, posta qrupu olaraq buraya yığışmışıq. İnşallah belə də gələcək işlər üçün danışırıq. Həm də ki, Emin yeni yerini ziyarət etməyə gəlmişik. Allah xeyrin versin inşallah. Çox sağ ol, xoş gəlmisiniz. İnşallah irəliləyən dəqiqələrdə təqdimat olacaq. Digər qardaşlarla da bir yerdə süfrə başında indi çəkilişimiz davam eləyəcək inşallah. İnşallah lazım. Nə bilim filan yerdən baxmışam 70 km. İndi quşlarlardakı quşlar bir də çox dəyişir. Salam aleyküm qardaşlar, hər kəs salamlayıram. Bu gün Emingilin həyətindəyik. Qonaq olmuşuq. İnşallah həmişə şadlıqlara gələk. Yarışımızdan sonra yığışıq, yəni dostlarla ətraflı yığışmışıq. Mehriban söhbətlər edirik. Yarış haqqında fikirlərimizi bölüşürük. Bu il yeni qoşulan qardaşlarımız vardı. Onlar da çox maraqlı oldu. Elə onlarla söhbət edirik. Nə bilim, yəni çox maraqlıdır. İnşallah gələn il sayımız bundan da artıq olsun. Prosta saf, xainsiz, nətər deyim, əziyyətli də olsa, bütün yəni yaxşı qardaşlarla, yaxşı yoldaşlarla davam edək inşallah. Deyəcək biləcəyim bu qədərdir inşallah. Mehdi qardaşlar. Mehdi qardaşlar. Mən daha hamı salamlayıram. Allah həmişə belə mehriban eləsin. Emin çox sağ olsun. Belə təşkil elədik, gəldik, yığışdıq, çay süfrəsindəyik. Xoş gördük, xoş gəlmişsiniz. Nə bilim, hamıya inşallah uğurlar arzu edirəm mən də. Qrup haqqında fikirlər bölüşdük. Bu içindən yeni qoşulsan, qrupa. Çox belə gözəl təəssüratlı qardaş. Yəni, inanırsam növbəti yarışı gözləyirik ki, tezliklə yenə yarış gəlsin. İnşallah. Bu il düzdür, az quşla mən qoşulmuşdum. İnşallah xeyirlisi, yaxşı olar. Bu indi qardaş nümunə olsun, tərəddüd edirdi. 11 kuşu idi səndə. 11 kuşdan sual verdi ki, bizə görəsən mənim kuşum birinci etapdan gələcək. Halbuki kuşu gəncə etapından bir kuşu gəlib də, yəni bu hər kəsə nümunədir. Yəni Rizvanda yaxşı kuş var, qoşuqlarda, Emində yaxşı kuş var. Ümumiyyətlə təzə qoşulanlarda yoxdur deyə söhbət yoxdur. Hər kəsin qapısında yaxşı kuş var. Sadəcə olaraq onu yoxlayıb tanıtdırmaq və yarışdırmasan da yaxşı kuş seçə bilməzsən. Hamıya uğurlar. Bəli. Mən də hamını salamlayıram qardaş. Yoldaşlar qeyd elədiyi kimi Emin qardaşın bağında, heyətindəyik, ləhc bağlarında sağ olsun, çox gözəl belə səmimi bir ortam yaradılıb, çox gözəl bir süfrə açıb, çay süfrəsi. Bu arada təsərrüfatlarını da baxdıq, quşlara da qiymətləndirdik. Xeyir, inşallah uğurlar bol olsun qardaş. Amin, inşallah. Əziyyət çəkmirsən, bu cür şərait qurmuşsan, bu cür uzaqlıqda xidmət göstərirsən. İnşallah sənin də növbəti ildə yarışda nəticələrin xoş olar. İnşallah. O sevinci paylaşar inşallah. Amin, inşallah. Bu da demək olar ki, sezonun bağlanması demək olar. Bu yarış, o həyəcanlı keçən yarışın son görüşü. Son deməzdik il üçün olanda, yəni ki bir yekun o fikirlərin paylaşılması, düz qoş məsələləri, kamera arxası müxtəlif danışıqlarımız oldu, fikirlərimiz oldu, növbəti üçün təkliflərimiz oldu. Belə yaxşı dəyişik qaydasındadır. Yəni, hər kəsə uğurlar arzulayırıq. Emin bir daha çox sağ ol qardaş. Belə bir təşəbbüs göstərmişsən. Çox xoş oldu. Sağ ol, çox sağ ol. Emin qardaş çox sağ ol. Nohra qardaşım da dediyi kimi o kamera arxası danışmışıq. Hər kəsə də salamlayıram. Çox sağ ol ki, yəni qapını bizə açmısan, süfrə qurmusunuz. Allah mal və mülkü və bərəkət versin. İnşallah əziyyətin yerdə qalmasın. Bu il birinci ilindir burada. İnşallah buradan xoş xəbərlər, xoş belə deyək də o birinci şəkillər, videolar paylaşarsan buradan. İnşallah. Yəni arzuların ən gözəllərini sənə arzulayıram. Çox sağ ol, minnətdaram qardaş. Mən də hamını salamlayıram. Sağ olsun, Emin qardaşımız çağırıb ona. Allah hamını canı sağ eləsin. Yəni, uğurlar hamı. Hoş geldin. Emin çok sağ ol kardeş. Bizi çağırıbsan, gelibsən hamısını, az deyil demişim, hamısını yığıbsan deyirəm. Qəbr sağlıq. Allah sana dəyməsin. Allah razı olsun. Xoş olsun. Bura xeyir işə gələk. İnşallah. Belə də yaxşı, salamatçılıq. Sağ ol, çok sağ ol. Elxan qardaş da bu qoşulmaq istəyir bizim dəstəyə. Bol uğurlar,
gözəl nəticələr. Kimin qəlbində nə arzusu var, Allah onlara qismət eləsin. Çox sağ ol, xoş gəlmisən sən. Salam, axşamınız xeyir qardaşlar, hamı salamlayıram. Emin qardaş, çox sağ olun, bir də minnətdarım belə qardaşlar hamısı dedi sözlərin. Neçə vaxtı yarışma qutarıb, amma yenə də bu münasibət, isti münasibət Allah hamıya can sağlığı verir, davam edir, eləyəcək də Allah qoysa. O proseslər hamısı Rizvan qardaşın həyatında keçdi. O vaxtdan bəri Emin qardaşın həyatındayıq. Allah həmişə bağ evində istirahat edir, çay süfrəsi. O münasibəti qoruyub saxlamaq onun özü böyük bir şeydir. Həmişə belə sizin evə, həyətə, şad günlərə gələk, xoş günlərə gələk. Qaldı ki, bu yığışma aldığım bizim tanış olmağımızın səbəbi bizim o quş sevdasıdır. Eynən. Postalar. Amma mənim taklaya da həvəsim var. Mənim bu həyatda tutduğum o bəyək qardaş dedi ki, gələn o xoş xəbərləri buradan paylaşmaq Allah versin. Hamıya can sağlığı versin. O yarışmaya qədər bir daha o yarışmada iştirak edir Allah versin. Sağ olun. Salam Mələkçi, mən də hamını salamlayıram. Emre qardaş sağ olsun, qapısını bizim üçün açıq, qonaq çağırıb bizi. Həmişə xeyir işləri olsun həyatında, evində. İnşallah bugün burada görüşürük. Uğurumuz, istəyimiz hamımızın istəyi eynidir. Bu posta istəyidir. Bütün qardaşları qardaşlar uğurlar. Maşallah olsun Emin kardeşimizin postalarıdır. Maşallah maşallah. Onların demək olar ki 80% yarışçılardır. 2026 yarışa gedəcəklər Allah'ın izniyle. Hamısı da maşallah olsun üzüklüdür, fotodur, qoca quşlar da var, burada göstərim sizə. Bizim qocadır bu quşumuz. Yaşı çoxdur. Yaş artdıqca burnun üstündəki ət çoxalır. Posta sevərlər, polət eləsinlər. Polət eləsinlər, posta sevərlər. İndi Emin qardaşımız quşları da yemləyəcək, sizlərə göstərəcəyik Allah'ın izniyle. Emin qardaşımız da. Izqara göstərim sizə, tünəhlilər, akkurat səliqəli şəkildə, folluqlar, yumurtanın üstündə quşlarımız yatıbdır. Göstərim, sağ divarda tünəhllərdir, göstərim sizə. Quşların rahatçılığı üçün demək olar ki, hər şərait qurulubdur. Mən bir dənə işıq qoymuram ki, o bağ yeridir, gecə ilə gündüzü stabil yaşasınlar, tüləyə də çıxsın. Kimin imkanı var, işıq vurur. Mən vurmuram. O təbiətin öz qanunu ilə, axarı ilə eləyirlər bunlar. Vaxtım varsa onsuz işıq vurmasan yaxşı. Mən də məsələn bir də nadir hallarda işıq yandıram, o da gec düşəndə quşlar az qalmasın deyə məcbur onu eləyə bilərik. Allah bərəkət versin. Amin inşallah. Arkadaşlar orada kuşları izləyirlər. Yemləri töküldü. Sonra yemləməyə dedilər. Bir akşam bir günün yemləməsi də ancaq. Səhər axşam yemləyir qardaş. Bəli, tüm sezon yemidir bu. Yəni belə də əldə də tutanda görsənir ki, biraz yaxınlaşdır. Elə dənli bitkilər var ki, görsənmir. Qarğıdalı 2 cür, popkorun yeri qarğıdalı, qaroxdur. Sonra ağdarı, qırmızı darı, qara darı. Buğda cəllabat istifadə edirəm. İndi hərəkəsən öz zövqünə görə yəni ki, düyüdür. Yəni 11-12 cür qarışımdır. Posta saxlayanlar çoxsu yəni bu yemdən istifadə edir. Gündə 2 dəfə yemləmə olur. Çıxın bayra danışım Xəzər müəllim. Sağ ol.
Bir də onu demək istəyirəm ki, indi istəyir Bakı quşu, istər yəni posta quşu, istər dekorativ quş saxlayanlara gündə yəni 2 dəfə verəndə quş yəni dərə tabeçilik eləyir də. Yəni insanın yəni yiyəsinə tabeçilik eləyir. Onu tox qoysun, çöldə də gəlib tabeçilik eləməyəcək, böyük problemlər yaradır. Bir görsən insan vacib işi çıxıb getməlisən, heyvan gəlib girmir. Allah mal bərəkət versin. Sağ ol qardaş. İnşallah ki, yarışlar gözəl nəticələr görəsən Allah'ın. İndi gələn çəkilişlərdə inşallah dərmanlar, vitaminlər, zaten Emin qardaş satışını eləyir, göstərdi o dərmanlardan, yəni ki, tərkibi eynidir demək olar ki, biz də istifadə eləyirik. İndi onlar haqqında qısa süjetlər hazırlayarıq. Yəni ki, maarifləndirici, yəni ki, olsun da heç olmasa hamıya yarar. Burada indi yığıncaqdır, Posta klubun yığıncağıdır indi. Şükür Allah, hərə bildiyi 10 dəqiqə danışsa vaxt çatmaz buna. Amma yəni də bu sədə küməsdə o ki qızğın mayadır, bala yedizdirmədən öncə bir-birini öldürürlər. Bax bir də Allah çək. İkisi də maya. Hə, ikisi də mayadır. Necə gəlib o ki vallahi yedizdirir, onu öldürür, döymür, balaya heç nə eləmir. Sadəcə yedizdirmədən öncə qırırlar bir-birlərini də. Allah mal bərəkət versin. Sağ ol qardaş. Allah sizə də can sağlığı versin, gəlirsiniz, çəkirsiniz, işıqlandırırsınız. Yəni burada gördüyünüz, yəni Xəzər qardaş bilir, uçmuş quşların törəmələridir. Yəni burada yad quş demək olar ki, 5-15 ildə yad quş qan girməyib bura. Yəni o listədə var da, yəni hansı quşlar az klasmanda olub, əsas 4-cü, 5-ci etabı biz götürürük. Yəni o quşların törəmələridir. İndi sadəcə sayı çoxsunu elə bilər 8-9 cütdür, yəni ki, onlar da bir-birlərinin balalarıdır. Yəni bala biraz çoxaldım bu il, maşallah olsun. Allah hamının malına, mülkünə bərəkət versin. Ona görə toplam belə çox görsənir. Hərəsindən bir cüt, 2 cüt alsaydım bu qədər görsənməyəcəkdi, yəni ki. Bir də ki qulluq qardaş, qulluq 100%. Qızqara sistemi olmayan təmizlikdir. İndi vallahi indi buranı bir çəkərsən, mən indi məsəl üçün birazdan buranı şpatellə qaşıyacağam ki, yəni ki, mütləq şəkildə. İndi gündəlik gözün qabağında olan Setkada açılır. Aparatı hamısı havalandırılır. Yerli quşlarımız da var, boyun əbrəşlər zadlar var burada. Bir də istirahətə buraxdığım deyəsən, səfirləməsə postalar buradadır. İrandan keçmə də var, istirahət olunur. Bunlar sırf qan qatmaqdan ötürü istifadə olunur. Allah, Allah malı və bərəkət versin, ləzzət elədi qəşəng. Küməsləri yeri yerində. Quş saxlamaq əziyyətdir də. Əziyyətini çəkəsən ki, bəhrəsini görəsən. 100%. Nə qədər lazım? Ama gedəcək. Quş dərmanı. Ben de o cür bağlayamıram. Həyətə də bırak. Həyətə bıraksan o cür bağlamalılar. Həyətə bırakmırsanız o cür. Həyətə bırakmırsanız.